Xırdalanda, yenə hardayıq? Xırdalan şəhərində. Sizlərə bir dənə qəşəng, super mənzil çəkib təqdim edirəm ki, mənzilimiz Xırdalanın tam mərkəzində, KFC, McDonald's, 2 saylı, 9 saylı, 3 saylı məktəblərin yanında hazır köç yaşa və bu binada ildə, əsrdə bir dəfə bir mənzil olur satışda. Onu da qardaşım sizlər üçün tapıb. Hər birinizi salamlayıram, hər vaxtınız xeyirli olsun. Mənzilin əsas girişdəsindən başlayaq təqdimata. Sizə 3 otaq, tam təmirli, super bir ev çəkib təqdim edəcəm. Getdik. Gəl qardaş, mənzilin əsas giriş hissəsindən başlayaq təqdimata. Əsas giriş hissəsindən bax, baba, buradan göstər. Əsas giriş hissəsi buradır. Geniş bir dənə giriş hissəsi var, yerlər isti döşəmədir. Giriş qapısı burada yerləşir. Nəzərinizə çatdıram ki, mənzilimiz 80 kvadratdan ibarətdir. Burada bir dənə geniş hamam sanuzeli var ki, indiki evlərin uşaq yataq otağı boydanadır. Görürsən? Hamam sanuzel aksesuarları hər şey qaydasında. Duşkabin yığmaq üçün yeri nəzərdə tutulub. Tavanı dartma tavandır, super də təmir olunub. Burada yerləşir evin yataq otaqlarından biri. Belə bir geniş qəşəng səliqəli yataq otağı var, lüstrü, pərdəsi hamısı quraşdırılıb. Yataq otağından balkona çıxmaq üçün yerdir, zəhmət olmasa göstərək. Xırdalan şəhəri prospekt yolunun kənarıca göstər. Getdi qoyma 135, 100 keçdi burada. Düz mərkəzdə, yəni kənar yer deyil. Tam mərkəzdə, tam mıkı bir dənə ev tapmışam sizlər üçün, super bir qiymətə. Hə, qayıtdıq dəhlizinə. Dəhliz mənim çox xoşuma gəldi. Buna bax, görək çox geniş, hə, səliqəlidir. Burada da yerləşir evin mətbəx hissəsi. Səliqəli bir dənə mətbəxi var. Mətbəxdən də balkon hissəsinə keçmək üçün yerdir. Deməli, dəyərli izləyicilərimiz, tələsin ha, siz gecikəcəksiniz bu mənzilə. Burada da evin qonaq otağı, möhtəşəm dənə qonaq otağı, TV stentin yeri qoyulub, qəşəng səliqəli buza oxşar lüstrləri var. Gəl. Pəncərəsindən də özə mənzil skvaznoy mənzil. Baba, deyən, gəl də, gəl çıx da. Pəncərəsindən də görünən Xırdalan şəhərinin mərkəzidir, KFC-nin, McDonald's-ın yanıdır. Burada da evin uşaq yataq otağıdır. Özünün müstəqil bir pəncərəsi var. Qiymət nə qədər edir? Yadımdan çıxır. 149 min yeni Azərbaycan manatı. Hindistan pulu ilə yox, Azərbaycan pulu ilə gəlib siz bu evə sahib ola bilərsiniz. Daha ətraflı məlumat üçün bizləri izləməyi unutmayın. Sizin də Xırdalanda əmlakınız varsa, əmlakını satmaq istəyirsinizsə, müraciət edin, tez zamanda çəkiyə sataq. Sağ olun, özünüzdən müğayət olun.